Dəli bürclər balıq xərçəng əqrəb bürclərini 6 iyuldan 13 iyula doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar həftəni çox qəşəng başlayacaqsınız. Aqressiyavınız, ağlınız, məntiqiniz, insanların sizə təklifi, sizi göz önündə olmaq istəkləri, aktivləşdirməkləri çox gözəldir. Bunlara aldanmağa ehtiyac yoxdur balıqlar. Çünki elə bir məqamda olacaq ki, elə bir sizi pəhpəhləyəcəklər, qabağa çəkəcəklər. Sonra zaman çərçivəsinə doğru görəcəksiniz ki, ətrafınızda insanların əsl sifətlərini, əsl düşüncələrini özünüzə doğru görməmisiniz. Yəni addımları, sizə qarşı danışıqları, bunlar hamısı öz mənafeləri, öz istəkləri, öz oyunları üçündür. Bəli, pul maddiyatla bağlı gözəl şanslarınızdır. Pul maddiyatla əlaqədar özünüzü qabağa çəkə bilərsiniz, özünüzü yeniləyə bilərsiniz. Belə deyim də, məntiqinizi, ağlınızı hər kəsə sübut edib göstərə bilərsiniz. Amma həftənin sonlarına doğru bir balaca görmə dünyavızı, belə deyim də, hər şeyi baxış alanınızı dəyişəcəksiniz və görəcəksiniz ki, heç nə olduğu kimi vəziyyətdə deyil və insanların sizə yanaşması, insanların sizə yaxınlaşması normal vəziyyətdə deyil və insanların yalanlarını, şəxsi olaraq, maddiyyat olaraq, ətraf olaraq yalanlarını çox yüksək səviyyədə görüb onlardan bir balaca uzaqlaşmağa çalışacaqsınız və ən əsası beynimizdə və danışıqlarımızda nə varsa hamısını bildirməlisiniz. Mən necə hiss edirəmsə, nə hiss edirəmsə hamısını deməlisiniz. Çünki bu həftə insanların öz yerlərinə oturma zamanıdır və bunu mükəmməl şəkildə balıqlar edəcəksiniz. Məntiq oyunu, ağıl oyunu oynamağınızın zamanıdır və insanları öz üçün çox ağıllı hər şeyi görürəm, amma əhəmiyyət vermirəm kimi dəyərləndirmə zamanınızdır və bunu edə bilərsiniz. Ümumi dəyərləndirsək, 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Hər şeyi zamanında ağılla idarə eləsəz balıqlar. Əqrəblərə isə bunu deyə bilmərəm. Əqrəblər nə istədiyinizi belə bu həftə bilmirsiniz. Çünki stabillik qura bilmirəm, heç nəyə planlaşdıra bilmirəm, beynim qarışıqdır. Şans ətrafınızda var, idarə etməyə boynunuzu almırsınız, yüklərdən qaçmağa istəyirsiniz. Hər şey elə bir ki, bir balaca belə deyim də qatıb qarışdırmış bir vəziyyətiniz var. Planlarınızı beyninizdə qurmağa çalışın. Özünüzü zamanla əlaqədar aktivləşdirin. Bacarırsınız bu həftə özünüzü təmizləyin. Bu həftə oturun, düşünün, nəyi necə etməliyəm bir xərçəng bürcü olaraq. Çünki zaten sizə idarə verilib, güc verilib, yeraltı, yerüstü dünyadan enerji almaq, xərçəng əqrəblər sizə verilmiş bir vəziyyətdir. Bundan istifadə etməlisiniz. Bəli, gözümü yummalıyam. Frekansımı dəyişməliyəm, məntiqimi işə salmalıyam. Bu həftə özünüzü dəyişməlisiniz. Bu həftə nə istədiyinizi bilməlisiniz. O qarışıqlıq, o küskünlük, o narazıçılıq, emosionallıq, bədən ağrılarınız falan bunlar bəhanə etməyə ehtiyac yoxdur. Artıq güclənmək zamanınızdır. Və Merkurin retrosu keçmişdən yarımçıq qalan enerjilərinizi bərpa edib sizi gücləndirəcək. Bu şansdan istifadə edə bilsəz 75-76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Gözünüzdəki o açqını çıxardın və hər şey olduğu rəngdə görməyə, ağlınızı işlətməyə çalışın. Həftənin uğurlarından bir də əqrəblər sizlərsiniz. Çünki bu həftə gücünüzü hər kəsə göstərəcəksiniz. Və çox gözəl həftədir və buna əmin ola bilərsiniz. Mən yeniləyirəm, hər şeyi dəyişirəm. Yeni bir iş, yeni bir insan, yeni bir mühit, yeni bir planlar, yeni bir düşüncələr və bunu gözəl bacaracaqsınız. Ən mükəmməl şəkildə həftəni dəngəli formada aparacaqsınız. Yəni, istədiyim dəngəli formada həftəmi gücləndirəcəm. Özümdə güncəllənəcəm, pul maddiyatla əlaqədar olaraq belə deyim də, nə yarımçıqlarım varsa kredit borc olaraq hamısını stabilləşdirib zamanında və güclənmiş şəkildə idarə etməyə bacaracaqsınız. Bəli, həftə gözəl həftədir. Çünki zaman sizi əqrəb bürcü olaraq elə bir vəziyyətə salacaq ki, hər şeyi vaxtında yerinə yetirməyə bacaracaqsınız. Düzdür, şəxsiyyətlə əlaqədar bəzi nüansları sərhəd çəkəcəksiniz, aqressiya, öfkənizi bildirəcəksiniz. Bu da sizin əqrəb bürcü olaraq haqqınızdır. Çünki sizin içinizdə o kim var, içinizdə o psixoloji belə deyim də əsəbiyyət, aqressiya çoxdur. Bunu da heç kəs qabağını ala bilməz bir əqrəb bürcü olaraq. Amma buna baxmayaraq ən çox da əqrəb bürcün qadınları çoxdan da pulla, maddiyatla əlaqədar nə istəyirsinizsə, bu həftə onların hamısını əldə edə bilərsiniz. Bəli, maddisal olaraq, hədiyyələr olaraq, şanslar olaraq qapılar sizə doğru açıqdır. Əqrəblər bu həftənin 87%-ə qədər həftənizi uğurlu edə bilərsiniz.